Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz şifahi xalq ədəbiyyatı və onun lirik növüdür. Biz bilirik ki, bədii ədəbiyyat iki böyük qola ayrılır. Bunlardan birincisi şifahi xalq ədəbiyyatıdır, ikincisi yazılı ədəbiyyattır. Şifahi xalq ədəbiyyatı ilkin yaranan ədəbiyyat nümunəsidir və ən qədim zamanlardan bu günə qədər gəlib çatdığı üçün ilkin dəqiqliyini itirmişdir. Və buna görə də bizə gələn nümunələr çox variantlı şəkildə, müəllifsiz şəkildə gəlib çatmışdır. Yazılı ədəbiyyat bunun tam tərsidir. Konkret yarandığı tarixi dövr, konkret yarandığı tarixi hadisə və müəllifi bəlli olan ədəbiyyat nümunələri hesab olunur. Şifahi xalq ədəbiyyatı xalqın tarixi ilə sıx bağlı olan folklor nümunəsidir. Elə şifahi xalq ədəbiyyatının digər adı da folklordur. Folklor xalq müdrikliyi, xalq biliyi, xalq hikməti, xalq yaradıcılığı anlamını ifadə edir. Şifahi xalq ədəbiyyatı nümunələri bizə icazə verir ki, biz şifahi xalq ədəbiyyatında xalqın tarixini, mədəniyyətini, həyat tərzini, mənəviyyatını, adət-ənənələrini geniş şəkildə öyrənə bilək. İstər şifahi xalq ədəbiyyatı olsun, istər yazılı ədəbiyyat olsun, həyatı əks etdirmə üsulu üçdür. Bunlardan birincisi lirik növ, ikincisi epik növ, ikincisi isə dramatik növ hesab olunur. Lirik növ şifahi xalq ədəbiyyatında ən qədim nümunələrini özündə əks etdirən növlərdən biri hesab olunur. Lirik növdə hiss və həyəcanlar, duyğu və düşüncələr daha çox özünü göstərir. Burada hadisələrə, əşyalara subyektiv münasibət ön plana çəkilir. Lirik əsərlərdə tərənnüm daha qabarıq özünü göstərir. Epik növdə isə hadisələrdəki duyğu düşüncə yox, hadisələrin özü, onlar haqqında ətraflı, təfsilatlı məlumatlar verilir. Dramatik növ əyani göstərməyə əsaslanır. İndi keçirik lirik növün şifahi xalq ədəbiyyatındakı janrlarına. Lirik növün şifahi xalq ədəbiyyatında 3 janrı var. Bunlardan birincisi nəğmələr, ikincisi bayatılar, üçüncüsü isə mahnılardır. Nəğmələr lirik növün ən qədim janrları hesab olunur və onların içərisində də holavar və sayacı sözləri ən qədimləri kimi göstərmək mümkündür. Nəğmələrin növlərinə baxırıq. Nəğmələrimiz əmək nəğmələri, mövsüm nəğmələri, mərasim, məişət və qəhrəmanlıq nəğmələrinə bölünür. Əmək nəğmələri ilə başlayaq. Əmək nəğmələri əmək prosesini yüngülləşdirmək üçün oxunan nəğmələr hesab olunur və özlüyündə iki yerə ayrılırlar. Bunlardan birincisi holavarlardır. Holavarlar əkinçilik və maldarlıqla bağlı oxunan nəğmələrdir. Burada biz əkinçinin, cütçünün öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmi olan nəğmələri oxuduğunun şahidi ola bilərik. Belə bir nümunəmiz var bizim. Qara kəlim naz eylər. Quyruq bular, toz eylər. Ay qaranlıq gecədə kötanı pərvaz eylər. Holavarlarda biz daha çox cütçünün, hodaqçının, öküzün, kəlin, ümumiyyətlə əmək alətlərinin adlarını görürük və əmək alətlərinin adlarını daha çox gördüyümüz nümunələr holavar nümunələri hesab olunur. Daha sonra əmək nəğmələrinin digər növü sayaçı sözləri hesab olunur. Sayaçı sözləri qoyunçuluqla məşğul olan insanların nəğmələri hesab olunur. Bu nəğmələr daha çox qoyuna müraciətlə oxunur və onun xeyir, bərəkət gətirməsi üçün qoyun və yaxud digər maldar heyvanlar təriflənir. Sayaçı söz nümunəmizə baxaq. Qoyunlu evlər gördüm, qurulu yaya bənzər. Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər. Sayaçı sözlərində də biz çobanın, qoyunun, quzunun, sürünün, südün, pendirin adlarını çəkə biliriksə, yəni bu demək sözlər daha çox istifadə olunursa, həmin nümunələr sayaçı sözləri hesab olunur. Digər nəğmə növümüz mövsüm nəğmələridir. Mövsüm nəğmələri adından da göründüyü kimi ilin müxtəlif fəsilləri ilə bağlı oxunan nəğmələrdir. Burada il quraqlıq keçəndə yağışı çağırmaq üçün oxunan nəğmələr öz əksini tapa bilər və yaxud uzun zaman yağış yağırsa günəşi çağırmaq üçün oxunan nəğmələr öz əksini tapa bilər. Məsələn, qodu-qodu nəğməsi var ki, qodu-qodu nəğməsində uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimlərdə icra olunan nəğmələr öz əksini tapmışdır. Nümunəmizə baxaq. Gün çıx, köhlən atı min çıx, oğlun qayadan uçdu, qızın təndirə düşdü. Bu nümunədən məlum olur ki, uzun zaman yağan yağışın dayanması üçün günəşi çağırmaq məqsədli oxunan nəğmədən istifadə olunmuşdur. Digər nəğmə nümunələrimiz mərasim nəğmələridir. Mərasim nəğmələri xalqın məişəti, güzəranı ilə bağlı oxunan nəğmələrdir. Özlüyündə iki qrupa ayrılırlar. Toy nəğmələri və yas nəğmələri. Toy nəğmələri adından da bəlli olduğu kimi toy, düyün, elçilik, nişanlanma və s. kimi xoşbəxt adətlərimiz, ənənələrimizlə bağlı olan nəğmələrdir. Və burada biz daha çox müsbət duyğu, müsbət emosiyanı görə bilirik. Zülf töküb üzə dilbər, çıxıbdı düzə dilbər, duvaq salın üzünə,
gəlməsin gözə dilbər. Nümunəmizdən aydın şəkildə toy nəğməsi olduğunu görə bilirik. Yas nəğmələrinin digər adı ağlar hesab olunur. Yas nəğmələri də ölümlə, itimlə, sevilən insanın itkisi ilə bağlı oxunan kədərli nəğmələrdir. Ağlaram, ağlar kimi, dərdim var, dağlar kimi, xəzəl ollam, tökülləm, viranə, bağlar kimi. Bu nümunəmiz də yas nəğməsinə, yəni ağlara nümunə kimi göstərilə bilər. Nəğmələrimizin növbətisi məişət nəğmələri hesab olunur. Məişət nəğmələri özlüyündə iki qrupa bölünür: laylalar və oxşamalar. Bunlar folklorun geniş yayılmış janrları hesab olunur. Hər ikisində ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları öz əksini tapır. Laylalar və oxşamalar bir-birindən fərqlənirlər əlbəttə ki. Oxşamalar körpənin oyaq vaxtı onu əzizləmək, sevələmək üçün oxunan nəğmələrdir və digər adı nazlamalar hesab olunur. Adətən ikilik ya da dördlük şəklində olur. Nazlamalar, laylalar isə daha çox körpəni yatızdırarkən oxunan nəğmələrdir. Laylanın həzin musiqisi olur. Oxşamada isə daha çox ritmlik özünü göstərir. Atın tutun bu balanı, qəndə qatın bu balanı, atası evə gələndə qabağa tutun bu balanı. Aydındır ki, bu nümunəmiz oxşama nümunəsidir. Digər nümunəyə baxırıq. Laylay dedim adına, hay yetişsin dadına, boya başa çatanda məni də sal yadına. Bu nümunə isə laylaya nümunə hesab etmək olar. Qəhrəmanlıq nəğmələri nəğmələrin sonuncu növüdür. Qəhrəmanlıq nəğmələrində xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləmək ön planda özünü göstərir. Kitab-Dədə Qorqud, Koroğlu kimi qəhrəmanlıq dastanlarında sərkərdələr xalq qəhrəmanlarını bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onları igidliyə, döyüşə çağırırlar. Qəhrəmanlıq nəğməsindən nümunəyə baxırıq. Dolun at belinə, qoç dəlilərim, xotkarı taxtından endirək hoydu. Talayaq mülkünü, alaq malını, öyünü başına endirək hoydu. Deməli, Koroğlu eposunu oxuyan şagirdlərimiz görər ki, bu nümunə Koroğlu eposundan, Koroğlunun dilindən səsləndirilmiş bir nümunədir ki, dəlilərini elə döyüşə, düşmənlə mübarizəyə səsləyir. Deməli, lirik növün qəhrəmanlıq nəğmələrindən nəğməmizin növlərini tamamilə bitirmiş olduq və keçirik lirik növün digər janrlarına. Digər janrımız bayatılardır. Bayatılar lirik növün geniş yayılmış janrlarından biri hesab olunur. Düzdür, bayatılar deməli yığcam nümunələr hesab olunsa da, onlarda dərin hikmətamiz məzmun vardır. Bayatılar insanın həzin, deməli, kövrək duyğularını, səmimiyyətini, insanın könül dünyasını özündə əks etdirən nümunələr hesab olunur və bayatılar daha çox lakonik janrdır. Yəni, yalnızca bir bənddən ibarət olur. Bayatılarda mövzu məzmun təxmini aşağıdakı bölgü şəklində qurulur. Vətən sevgisi, vətən həsrətindən əlaqəli bayatılarımız var. Məhəbbət, ayrılıq, həsrət haqqında olan bayatılarımız var. Mərdlik, mübarizlik, qorxmazlıq haqqında olan bayatı nümunələrimiz var. Bayatılar ümumiyyətlə sabit forma xüsusiyyətləri var onların. Biz deyirik ki, bayatılar həm şeir janrı, həm şeir şəklidir. Yəni, hər bayatıda biz 4 misra, 7 heca və A, B-A şəklində qafiyələnmə görərik. Bayatılarda 1-ci, 2-ci və 4-cü misralar bir-biri ilə həm qafiyə olur, 3-cü misramız isə sərbəst olur. Əsas fikir bayatılarda 3-cü və 4-cü misrada olur. 1-ci və 2-ci misralar digər misralar üçün hazırlıq, zəmin rolunu oynayır. Bayatı nümunələrimizdən bir dənəsinə baxaq. Mən aşiqəm, Qarabağ. Şəki Şirvan, Qarabağ. Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Qarabağla bağlı yazılmış məşhur bayatılarımızdan bir dənəsinə deməli gördük, qulaq astıq. Daha sonra keçirik lirik növün sonuncu janrı olan mahnılara. Mahnılar lirik növün nisbətən sonraki dövrdə yaranan janrı hesab olunur. Digər deməli nümunələrlə müqayisədə daha müasirdir və musiqi havası olmasına görə nəğmələrdən fərqlənir. Mahnılarda nümunə kimi Qaragilə, Apardı sellər saranı, İrəvanda xalq almadı, Küçələrə su səpmişəm və sair kimi nümunələri görə bilərik. Mahnılarda xalqın ruhu, sevinci, kədəri, zərif duyğuları, təbiətə məhəbbəti və sair kimi nümunələr öz əksini tapa bilər. Bir mahnı nümunəmiz var, ona baxaq. Küçələrə su səpmişəm, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, aramızda söz olmasın. Məşhur, deməli, xalq mahnılarımızdan biridir. Lirik növlə bağlı məlumatlarımız bu qədər. Təşəkkür edirik.